Salam. İndi isə Çinarə monitorinq vəsaitindən ikinci bölmənin C variantını izah edəcəm. 256.025 və 76.098 ədədlərinin cəmini tapın. Cəmini tapın deyirsə, deməli toplayırıq. Mən burada toplamışam, bir vaxtımız getməsin. Toplayırıq. Cavab 332.123 idi. 8-in üstünə 5 gələndə 13 edir. 3 yazırıq, 1 yadda. 9-un üstünə 2, 11, bir də yadda 12. 2 yazırıq, 1 yadda. 0-ın üstünə 0, eləyir 0, bir də yadda eləyir 1. 6-ın üstünə 6, 12, 2 yazırıq, 1 yadda. 5-in üstünə 7, 12, bir də yadda 13. 3 yazırıq, 1 yadda. 2, bir də yadda 3. Cavab D variantı. (73.804) ədədindən 2596 vahid kiçik olan ədəd hansı ədəddən? Gəlin bunu bura qədər oxuyaq. 73.824 ədədindən 2596 vahid kiçik olan ədəd. Əvvəlcə gəlin bunu çıxaq. Hansı idi? Aha. 73.804 ədədindən nəyi çıxırıq? 2596-nı 4-dən 6 çıxmaq olmur. Burada 0-dan ayıra bilmirəm. 8-dən ayırdım, bir onluq bura. Burada oldu 10, burada qaldı 7. Burada 10-dan bir onluq ayırdım bura. Burada oldu 14, burada da oldu 9. 14-dən 6 çıxdıq 8. 9-dan 9 çıxdıq 0, 7-dən 5 çıxdıq 2, 3-dən 2 çıxdıq 1, bu da 7. 71.208. Cavab hələ ki gözləyir. Ədəd, kiçik olan ədəd tapdıq. Hansı ədəddən 14.083 vahid böyükdür? Bunun üçün neyəcəyik? Tapdığımız ədəddən 14.083-ü çıxacaq ki, görək bu ədəd hansı ədəddən 14.083 vahid böyükdür? Burada da çıxırıq, eləyir 57.125 ədədindən 14.083 vahid böyükdür. Cavab D variantı. Fərqi tapmaq üçün çıxılanı açıq şəkildə necə yazmaq olar? Çıxılan, baxın, bax budur. 1000 üstəgəl 300 üstəgəl 80 üstəgəl 5. Niyə üstəgəldim? Mən axı açıq şəkildə yazanda onları toplayanda yenidən nəyi almalıyam? 1385-i. 1385. Cavab A variantı. Burada verilən ifadənin qiyməti tapacağıq. Əvvəlcə toplayacağıq. Daha sonra 256.780 ədədindən mötərizənin içində aldığımız ədədi çıxacağıq. Mən bunu da yazmışam. Baxın, əvvəlcə toplamışam. Eləyib 111.232. Daha sonra 256.780-dən də çıxmışam 111.232-ni. 2 çıxa bilmirik. 8-dən bir onluq ayırıq. Burada olur 10. Ondan 2-sini çıxırıq 8. Burada da 7 qalmışdı. 7-dən 3-ünü çıxırıq 4. 7-dən 2-sini çıxırıq 5. Altdan 1 çıxırıq 5. 5-dən 1 çıxırıq 4. 2-dən də 1 çıxırıq 1. 145.548. Cavab C variantı. Səhv həll edilmiş toplama əməli hansıdır? Gəlin bax, 8 üstünə 2, 10, 0 yazırıq, 1 yadda. 3-ün üstünə 7, 10, 1 də yadda, 11, 1 yazırıq, 1 yadda. 6-ın üstünə 4, 10, 1 də yadda, 11, 1 yazırıq, 1 yadda. 0-ın üstünə 4, 4, 1 də yadda, 5, 2 də gəlir bura, bu doğrudur. 6-ın üstünə 5, 5-in üstünə 6, 11, 1 yazırıq, 1 yadda. 7-nin üstünə 4, 4-ün üstünə 7 gələndə 11, 1 də yadda 12, 2 yazırıq, 1 əlavə edirik 3-ün üzərinə. Deməli, 3-ün üstünə 0 eləyir 3, 1 də əlavə edirik 4. 8-in üstünə 2 gələndə 10, 10 yazırıq, 0 yazırıq 1 yadda, 5, üstünə də 1 gəlir, eləyir 6. Bu da doğrudur. 3-ün üstünə 9 gələndə 12, 2 yazırıq, 1 əlavə edirik 8-in üzərinə. 8, üstünə 0 gələndə 8, 1 də əlavə edirik 9. 6-ın üstünə 0, 6, 7-nin də üstünə 1, 8. Bu da doğrudur. O zaman cavab D variantı səhvdir. Görək niyə səhvdir? 6-ın üstünə 3 gələndə 9.
4-ün üstünə 9 gələndə 13 eləməli idi. Bizim burada bir onluğumuz yox idi, axı biz əlavə edib 4 yazaq. Ən böyük 5 rəqəmli ədəddən. Ən böyük 5 rəqəmli ədədi bilmək üçün uşaqlar bax belə bir şeyin 1, 2, 3, 4, 5. 5-dən çəkin biləsiniz ki, siz bura nə yazacaqsınız? Siz bilirsiniz ki, ən böyük 5 rəqəmli ədəd rəqəmlərin müxtəlif demirsə, o zaman olacaq 99.999 yazdım mı? Aha, bəli. Ən böyük 5 rəqəmli ədəddən 7386 var kiçik olan ədədin. Bundan çıxacaq bunu. Kiçik olan ədədi tapacağıq və həmin ədədin rəqəmlərinin cəmini tapacağıq. Baxın, burada ən böyük 5 rəqəmli ədəddən 7386 vaid kiçik ədədin, yəni çıxanda neçə alındı? 92613. Kiçik ədədin rəqəmlərinin cəmini. Burada hansı rəqəmlər var? 9, 2, 6, 1, 3. Bunları toplayıram. Eləyir 21 səhv etmirəmsə cavab A variantı olmalıdır. Bəli, cavab A variantı. 28346 ilə 4088 ədədlərinin cəmini, yəni bu ikisinin cəmini 10 minliklərə qədər yuvarlaqlaşdırın. Bunları cəmləyib 10 minliklərə qədər yuvarlaqlaşdıracağıq. Deməli, bunları cəmləyək. Görüm cəmləmişəmmi, harası yazmışammı? Bəli, cəmləyirik və alınan cavabı deyir, hara qədər yuvarlaqlaşdırın? 10 minliklərə qədər. Mən baxıram ki, 3-dən sağda 2 yerləşir. 2 rəqəmi. Əgər 2-də, deməli, 3 bir vaid artmayacaq. Olduğu kimi qalacaq. Digərlərində yenə 0 yazacaq. Deməli, yuvarlaqlaşdıranda eləyir 30.000. Cavab A variantı. Şəkilə əsasən 8 və 9-cu sualları cavablandırın. Maşınların qiyməti verilib. Maşınların ümumi qiyməti neçə manatdır? Düşünürəm ki, bu hər halda asan olar. Bunları toplayırıq. Mən də burada toplamışam hamısını eləyib 128.000, 128 manat. Görə elə cavab var. Qırmızı maşının qiyməti digər 2 maşının qiymətindən nə qədər azdır? Əvvəlcə bu 2 maşının qiymətini tapmalıyam ki, aldığım cavabdan qırmızı maşının qiymətini çıxım ki, qırmızı maşın digər ikisinin cəminə nə qədər azdır. Aha. Deməli, 2 maşının qiyməti 79.788 manatdır. O 2 maşının cəmindən çıxıram nəyi? Qırmızı maşının qiymətini. Tapıram ki, 2 maşının qiyməti, yəni 79.788, 4.840 manatdan 31.448 manat ya da qırmızı maşın onlardan nə qədər? 31.448 manat azdır. Deyir ki, müqayisənin doğru olması üçün A-nın yerinə yazıla bilər. Bir A-nın yerinə əvvəlcə bunu toplamalıyıq ki, bilək ki, bura nə yazmalıyıq? Ən böyük müqayisə hansı ədəd yazıla bilər? Yox, demir ən böyük. Variantlardan uyğun olanı seçəcəyik. 3-ün üstünə 3 gəlirik, təklikləri 6 edir. 4-ün üstünə 1 gəlirik, 5 edir. Aha. 8 ilə 9 toplayırıq, yüzlükləri edir 17, 7 yazırıq, 1 yadda saxlayırıq. 6-ın üstünə 0, 6, 1 də yadda 7. 3-ün də üstünə 1 gəlirik, eləyir 4. 47.756. Bura kiçik bir ədəd yazmalıyıq. 47.756-dan kiçik. Nə olacaq? Elə 43.754 A var. C variantı. Bu ədədlərdən ən böyüyü ilə ən kiçiyinin cəmi necədir? Burada görürəm ki, ən böyüyü 45.862-dir. Ən kiçiyi də 12.086-dır. Bunların cəmini tapanda birbaşa bura baxaq uşaqlar, bir də şifayı toplamayın. Toplayanda 2-ün üstünə 6, 8. 6-ın üstünə 8 gələndə 14, 4 yazırıq, 1 əlavə edirik bura. 8-in üstünə 0, 8, 1 də ya da 9. 5-in üstünə 2 gələndə 7, 4-ün üstünə 1 gələndə eləyir 57.948. Cavab B variantı.
Burada da deyir ki, hansı ədəd 74.386-dan kiçikdir? Deməli, toplamalıyıq burada. Deməli, hesabladım. B variantı kiçik olacaq. Gəlin baxaq. 1-ün 9, 10. Əsas heç hesablamağa da ehtiyac yoxdur uşaqlar. Niyə? Çünki 4-ün üstünə 1 gələndə 5 eləyir. Burada da 11 eləyir. 11-dən uzağa bir vahid bura əlavə etsəm, hələ mən bilmirəm də bura neçə eləyir. 4-ün üstünə 1 gələndə 5 eləyib, bir də əlavə eləyib uzaqsa mən bura 6 yaza bilərəm ki, 10 minliyim mənim 6 olacaq. Burada isə 7-dir 10 minlik. Deməli, B variantı 74.386-dan kiçikdir. 1-in üstünə 9, 10, 0 yazırıq, 1 yadda. Əlavə eləyirəm bura. 9-un üstünə 2, 11, 1 də yadda 12. 2 yazırıq, 1 yadda. 7-in üstünə 5, 12, 1 də yadda 13, 3 yazırıq, 1 yadda. 3-ün üstünə 8, 11, 1 də yadda 12. 4-ün üstünə 1, 5, 1 də yadda 6. Deməli, 623, 62.320. Əgər burada yazdıqlarımı düz oxuyuramsa, cavab B variantıdır. Biraz pis yazdım. Diqqətinizə görə təşəkkür edirəm.